Kompüter qrafikası bugünkü mövzumuzdur. Yenilənmiş PDF əsasında izaha başlayırıq. Birinci növbədə kompüter qrafikası nədir? Buradan başlamaq lazımdır. Kompüter qrafikası kompüterin ekranında qurğuların və proqramların köməkliyi ilə müəyyən təsvirlərin hazırlanmasını öyrənilir. Yəni həmin o metodlar öyrənir. Kompüterin ekranında proqramların və qurğuların köməkliyi ilə müəyyən təsvirlərin yaradılması. Kompüter qrafikasının başlanğıcı 1951-ci ilin dekabrından götürmək olar. Bu zamanlar ekranda aşağıda görəcəyiniz gibi World adlı kompüter yaradılıb. Bu kompüter bilirsiniz də həyatda hər şey zərurətdən doğur axı. Elə internetin yaranması da eyni qaydada. Bax bu da hərbi dəniz qüvvələrinin verimliliyini artırmaq üçün ABŞ-ın hərbi dəniz donanmasının hava hücumundan müdafiə sənəd sistemində World oxunur, World belə yazılır. Kompüter üçün ilk displey yaradılıb. Bu displeyin ixtiraçısı da Jerry Forrester. J. Forrester. O bilimli məsələ. İkinci önəmli detal nədir? İkinci önəmli detal odur ki, kompüter qrafikası müəyyən sahələrə tətbiq olunur. Hansı sahələrdə olar? Vizuallaşdırma, layihələndirmə, modelləşdirmə və qrafik istifadəçi interfeysi. Başlayaq vizuallaşdırmadan. Burada necə tətbiq olunur? Ümumiyyətlə vizuallaşdırma nədir? Vizuallaşdırma yekun obrazın yaradılması anlamına gəlir. Kompüter qrafikası informasiyanın vizual formada təqdim olunması üçün mürəkkəb verilənləri daha sadə formada qavramağa şərait yaradır. Yəni qrafika olmasa, vizualizasiya olmasa, informasiyanın vizual formada təqdim olunması biraz daha mürəkkəb bir anlayışdır. Vizualizasiya həm 3 ölçülü, həm 2 ölçülü, yəni həm fəza, həm də müstəvidə təsvir edilmə prosesinə deyilir. 3 belə deyək, bölmədə, əsasən 3 bölmədə geniş istifadə olunur. Bunlar hansıdır? Elmi statistik məlumatların qrafiki ifadəsi, texniki proseslərin sxematik göstərilməsi, bax görürsünüz, sağ tərəfdə, ən sağda görsənir və tədris təqdimat materiallarının daha effektiv hazırlanması üçün istifadə olunur. Bax bu oldu bizim birinci, yəni vizualizasiyadan necə istifadə olunur, onun izahı. İkincisi layihələndirmədir. Layihələndirmə də kompüter qrafikası çox həddindən artıq istifadə olunur. Burada əsasən tikintidə, texniki qurğuların hazırlanmasında və bu tipli məmulatların hazırlanması prosesinin əsas mərhələsidir layihələndirmə. Burada layihələndirmə əsasında özünüz aşağıda şəkildə gördüyünüz kimi çertyoz və cizgilər təşkil edir. Hal-hazırda müxtəlif tip obyektlərin çertyozlarını sürətlə çəkə bilən, orada müəyyən əməliyyatları sürətli şəkildə apara bilən, müəyyən avtomatlaşdırılmış proqram təminatları var. Onların tək-tək adlarını çəkməyəcəyik, müəyyən proqramlar var. Bu proqramların köməyi ilə müxtəlif bucaqlardan proyeksiya ilə bərabər müxtəlif tərəflərdən 3 ölçülü həcmləri də müşahidə etmək olar. Aşağıda mən həm çertyoz nümunəsi göstərmişəm, eyni zamanda onun 3D-yə çevrilmə prosesini göstərmişəm və ən sonda nəticənin hansı hala gələ biləcəyini göstərmişəm. Bacardığım qədər sadə sözlərdən istifadə eləmişəm, çünki mövzunun əsas qismi buralar deyil. Əsas qismi bundan sonraki məsələlərdir. Üçüncü modelləşdirmədir. Modelləşdirmə son dövrün ən son belə texnologiyaların istifadəsidir. Situasiyaların imitasiyası kimi nəzərdə tutulur. Yəni necə deyərik, simulyasiya elə modelləşdirmə kimi bir anlayışdır. Sadəcə olaraq nəyinsə bir növ belə deyək, təqlid edilməsi, ona oxşarlığın yaradılması anlamındadır. Belə ki, modelləşdirmə yəni simulyasiya tərəfindən əsasən virtual reallıqlar yaradılır. Həmin virtual reallıqlar həm məsələn aviasiyada çox istifadə olunur. Mən özüm də istifadə eləmişəm ondan. Yəni belə o aviasiya akademiyasında sırf bu aşağıda gördüyünüzdən biraz daha fərqli versiyası var. Simulyatordur. Belə bil ki, özün təyyarəni idarə edirsən, enişi idarə edirsən, uçuş prosesində nə göstərəcək, tam simulyasiyasını orada göstərir. Kompüter qrafikasının çox möhtəşəm o istifadə olunmasının səbəb bir belə canlı da yaşamışam onu. Sağ tərəfdə də görürsünüz ki, əlavə olaraq açıq kosmosa uçmağı məşq eləmək mümkündür və cərrahi əməliyyatları öncədən müəyyən simulyasiyalarla hələ həkim əməliyyata girməmişdən qabaq özünü yoxlaya bilər. Yəni bu modelləşdirmə bu anlamdadır. Dördüncü və sonuncu isə qrafik istifadəçi interfeysidir. Bu bilirsiniz nə anlama gəlir? Yəni istifadəçi hazır proqramla qarşılıqlı əlaqə təyin edirsə, təmin olunursa, yəni əlaqədə olursa,
Bu əlaqə qrafik istifadəçi interfeysidir. Yəni məsələn mən hal-hazırda PowerPoint proqramını açmışam. Həmin proqramda toxunuram Next düyməsinə, növbəti slayda keçir. Bax bu Next düyməsi və bununla bağlı olan bax bu gördüyünüz pəncərə, bu dialoq pəncərəsi həmin proqramın mənimlə olan əlaqəsidir. Bu sadə dildədir, elmi dildə deyirlər ki, həmin proqramın qrafik interfeysidir. Yəni bu mənə şərait yaradır ki, mən növbəti slayda keçim, əvvəlki slayda keçim və s. Yəni istifadəçi ilə sistemin qarşılıqlı əlaqəsi bu qrafik istifadəçi interfeysidir, gördüyünüz kimi. Deməli, bunu danışandan sonra da daha önəmli bir məsələdən danışacağıq. Təbii ki, bu da qrafik təsvirlərin formalaşması üsulları. 4 üsuldur. Raster təsvirlər, vektor təsvirlər, fraktal və 3 ölçülü təsvirlər mövcuddur. Raster qrafikası biz lap əvvəldən bunu bir mövzu olaraq keçmişdik. Demişdik ki, burada görüntü piksellərdən təşkil olunur və hər şeyin başında təsvirin fiziki ölçüləri gəlirdi. Təsvirin fiziki ölçüləri nədir? Onun enində və uzunluğunda olan piksellərin hasilidir. Ki fiziki ölçülər çox vaxt santimetr, millimetr düymdən ölçülür. Bu real həyatda belədir. Amma kompüter mühitində çox vaxt piksellə ölçülür. İndi biz keçəcəyik həmin o məsələlərə, raster, vektor, fraktala, amma ona qədər bəzi məqamlar var. Məsələn, raster qrafikasına, ümumiyyətlə qrafikaya aid olan bəzi vacib terminlər var. Nədir bunlar? Birinci termin kadr buferidir. Kadr buferi nə deməkdir? Əslində kadr buferi yaddaşın bir bölümüdür. Hansı bölümüdür? Ekranda gördüyümüz görüntünün əmələ gəlməsi üçün lazım olan yaddaşın bir hissəsidir. Elmi dildə belə deyərlər, ekranda piksellərin işıqlanmasını təyin edən kodların əmələ gətirdiyi verilənlər massivinin saxlandığı yaddaşın bir hissəsi. Amma bunun sadə dildə izahını mən bir balaca cümlə ilə əlavə eləmişəm ora, Dudumin kitabında yoxdur. Yəni, ekrandakı hər bir pikselin rəngi və işıqlılığı əvvəlcə kadr buferinə, yəni bu hissəyə yazılır, sonra ekran onu göstərir. İkinci, kadr buferinin dərinliyidir. Bunu sadə dildə başa salmaq olar. Bu əslində palitranın bir rənginin həcmidir. Ekranda təsvir olan rənglərin sayı haqqında bitlə miqdardır. Məsələn, rənglərin sayı 64-dürsə, deməli bir rəngin həcmi, yaxud kadr buferinin dərinliyi 6 bitdir. 128-dirsə 7 bitdir. Səbəbini bilirsə nədir? Çünki 64 2 üstü 6 deməkdir. Məsələn, 128 2 üstü 7 deməkdir. Kadr buferinin dərinliyi bu üstündəkidir. Məsələn, 64 rəng varsa, kadr buferinin dərinliyi 6 bitdir. 128 rəng varsa, kadr buferinin dərinliyi 7 bitdir. Bu mənada. Davam edirik. Kadr buferinin ölçüsü, bu da ekranda neçə piksel olduğunu göstərir. Buna deyirlər ayırd etmə, yəni resolution. Ayırd etmənin isə özlüyündə 3 növü var. 1. Ekran təsvirini ayırd etməsi. 2. Orijinal təsvirini ayırd etməsi. 3. Printer təsvirini ayırd etməsi. Ekran təsvirini ayırd etməsi ekranda vahid səthə, yəni eni və uzunluğu bir düym olan sahəyə düşən piksellərin sayıdır. Eni və uzunluğu bir düym olan sahəyə düşən piksellərin sayıdır. Bu da piksellərin sayı nə qədər çox olarsa, şəkildə gördüyünüz kimi, o qədər görüntünün keyfiyyəti yüksək olar. Həm ölçüsü balaca olmalıdır, həm də sayı çox olmalıdır. Yəni, əslində ölçünün balaca olması elə sayın çox olmasına gətirib çıxaracaq, çünki bir düymə daha çoxu düşəcək. Buna deyirlər pixel per inch ingilis dilində. İkinci, orijinal təsvirini ayırd etməsidir. Bu dəfə bir düym sahəyə düşən nöqtələrin sayıdır. Nə qədər nöqtələr çox olar, görüntü bir o qədər keyfiyyətli olar. Sonuncu isə printer təsvirini ayırd etməsidir. Buna deyirlər line per inch. Bu dəfə bir düymə düşən düz xətlərin, yəni tor xətlərinin sayıdır. Tor xətlərinin sayı line per inch. Şəkildə də görürsünüz. Yaxşı. İndi biz danışacağıq həmin o qrafikadan. Yəni raster redaktorlar, vektor, fraktal və 3D. Raster redaktorlarda görüntü piksellərdən təşkil olunur. Şəkildə də gördüyünüz kimi şəkli yaxınlaşdırdıqca keyfiyyət aşağı düşür. Həmin o pikselləri isə əsas element olaraq nöqtə təyin edir. Yəni, uzun nöqtə təşkil edir. Kompüterin ekranında ekranın piksellərə uyğun olan bitlər yığımı şəklində saxlanan görüntüsünə raster qrafika deyilir. Yəni, burada görüntünün ən sonunda həcmi çox vaxt bitlə ifadə olunur. Raster qrafikada ayrıca elementlər var ki, həmin elementlər piksel sayılır, onların hamısı eyni ölçüdə olur və standart formada, nizamlı şəkildə düzülür.
Əsas elementimiz nöqtədir, yəni nöqtələr pikselləri əmələ gətirir, piksel də görüntünü əmələ gətirir. Təsvirin keyfiyyətini artırmaq üçün piksellərin ölçüsü kiçik olmalıdır. Nə qədər kiçik olar, o qədər görüntü keyfiyyətli olar. Raster qrafikanın müsbət və mənfi cəhətləri. Üstünlükləri bunlardır. Raster redaktorlarda işlənmiş foto və rəsmlər ən yaxşı emal vasitəsi olması səciləndirilir. Yəni demək istəyir ki, raster qrafikasında ki biz görüntüləri emal edirik, üstündə işləyirik, başqa redaktorlarda bu qədər keyfiyyətli işləmək olmur. Ən keyfiyyətlisi budur. Bunun da səbəbi nədən ibarətdir? Burada rənglər kəskin dəyişmir, ardıcıl tədricən paylanır. Qradasiyası var, yarımtonların ötürülməsi yüksək dəqiqliyi təmin edir. Bu üstünlüklərlə yanaşı, haman bu üstünlüklərdən doğan mənfi cəhətlər var, çatışmazlıqlar var. Nədir bunlar? Birinci çatışmazlıq, raster qrafikalı təsvirlərin ölçüsünü yaxınlaşdıranda keyfiyyəti kəskin aşağı düşür. Çünki yaxınlaşdırırsan piksellər daha yaxından görsənir o mənada. İkincisi isə yenə də üstünlükdən doğan bir mənfi cəhətdir. Raster qrafikasında təsvirlərin həcmi keyfiyyətindən dolayı və piksellərin sayından dolayı kifayət qədər çox olur. Bu da onların yadda saxlanmasını, emalını və ötürülməsini çətinləşdirir. Bu bizim raster qrafika. İndi danışacağıq vektor qrafikadan. Fikir verirsinizsə, vektor qrafikada yəni eyni təsvirdir, amma dəfələrlə yaxınlaşdırmağıma baxmayaraq təsvirin keyfiyyəti düşmür. Nəyə görə? Çünki burada regulyar strukturlardan istifadə olunur. Regulyar struktur nə deməkdir? Yəni burada əsas element nöqtə deyil, düz xəttdir. Hər bir xəttin də ayrıca tənliyi var, başlanğıc nöqtəsi var, son nöqtəsi var. İndi müsbət və mənfi cəhətlərdən danışacağıq. Müsbət cəhətləri bunlardır. Ölçünü itirmədən yaxınlaşdırmaq olar. Ölçünü, yəni keyfiyyət mənasındadır. Yaxınlaşdıranda ölçü yaxınlaşdır, amma keyfiyyət düşmür. Maksimal dəqiqliyə çatmaq mümkündür, çünki burada tənliklərlə qurulur. Faylların ölçüsü çox kiçikdir. Nəyə nisbətən? Rastera nisbətən kiçik olur. Düyün nöqtələrlə redaktə imkanı. Nə demək istəyir? Demək, məsələn, adi raster təsvir piksellərdən ibarətdir axı. Burada nöqtələr çoxdur. Bunu redaktə eləmək biraz çətindir. Yəni hər bir nöqtəyə ayırmaq çətindir. Amma vektorda xəttlər var deyə, hər bir xəttin də başlanğıcı və sonu var deyə, həmin xəttlər boyunca redaktə eləmək asandır. Yüksək çap keyfiyyətinə malikdir və asanlıqla rastera çevirmək olur. Vektor təsviri sürətli bir şəkildə rastera çevirərsən, problem olmaz. İkincisi, təbii ki, çatışmazlıqlardır. 3 dənə də çatışmazlığı var. Mürəkkəb rəng sistemlərinin əksikliyi, yəni o rasterda dediyimiz geniş profilli, məsələn, effektlər burada yoxdur. Eyni zamanda realizm ənənələri özünü doğrultmur. Yəni, vektor təsviri nə qədər keyfiyyətli də düzəltsən, o real həyatdakı obyektə oxşamaz. O animasiyaya oxşayar, hər hansı bir, yəni, reallıqdan uzaq bir şeyə oxşayar da. Yəni, özüm də bayaqki şeylər şəkillərində gördük ki, ikinci bizə təklif olan şəkil nə qədər keyfiyyətli də olsa, biz bilirik ki, o realizm ənənələrinin özündə saxlanmır, real obyektdən uzaqdır. Eyni zamanda ikinci geniş profilli effektlər məsələsi, yəni rasterda bizə təklif olunan emal vasitələri burada yoxdur və rasterdan vektora ixrac eləmək olmaz. Bəli, məsələn, biraz məntiqlə fikirləşəndə adam fikirləşir ki, rasterdan vektora çevirə bilməmək, bu nəyin mənfi cəhəti olar? Rasterin olar da, düzdür. Amma Dövlət İmtahan Mərkəzi bunu vektorun çatışmazlığı olaraq qəbul edir, rasterin yox. Sən də bu belə qəbul eləməlisən. Davam edirik. Bugün ümumiyyətlə təqdimatın üstündə biraz işlədim dostlar. Köhnə təqdimatda biraz dizaynda xoşuma gəlməyən məqamlar var idi. Şükürlər olsun ki, bugün onun böyük bir əksəriyyətini düzəltdim. Tam ürəyim istəyən hala gətirdim, çatdırdım. Biraz paint var sonunda. Paint'i tam çatdıra bilmədim. Çünki mən biraz təqdimatları hazırlayanda üstündə çox işləyirəm. Hər bir xırdalığa diqqət edirəm. Onu eləyə bilmədim. Onu dərsdən sonra boşluq eləyib inşallah hazırlayacağam. Yekun PDF-i göndərəcəm. Yadıma salarsınız. Yekun PDF dərsin izahı ilə bir yerdə göndərəm. Davam edirik vektorizatorlarla. Biz dedik ki, raster təsvirləri praktiki olaraq vektora çevirmək olmur, ixrac eləmək olmur. Onun üçün də xüsusi proqramlara ehtiyac var. Bunlara deyirlər vektorizatorlar. Elə bu səbəbdən də, yəni raster vektora çevirə bilməməyi səbəbi ilə də vektor qrafikası təsvirlərin yaradılması, raster isə emalı üçün nəzərdə tutulub. Çünki mən onu vektorda yaratsam, istədiyim vaxtda rastera çevirə bilərəm. Amma raster da yaratsam, bu proqramlara ehtiyac duyaram. Hansı vektorizatorlar var? Hər ikisi qəbulda düşüb. Bax, bu Adobe Streamline 2018-ci ilin qəbulunda idi.
sual vermişdi ki, aşağıdakılardan hansı vektorizatordur? 2023-cü ildə isə digər sual düşdü ki, yenə eyni sual idi. Bu dəfə cavab Coral Trace'dir. Coral Trace və Adobe Streamline rasteri vektora çevirmək üçün nəzərdə tutulan vektorizatorlar. Növbəti qrafikamız dostlar fraktal qrafikadır. Şəkildə bir fraktal qrafika ilə hazırlanmış bir video görürsünüz hal-hazırda. Fraktal qrafikada nəyi bilməlisən? Burada ən önəmli məqamlar ki var testdə düşür, mən onları saraltmışam. Riyazi hesablamalar əsasında avtomatik generasiya olunan, yəni bərpa olunan o mənada təsvirlərin yaradılması həyata keçirilir. Hər bir hissə sanki bu fiqurun ümumi bütövlükdə kəskin oxşarıdır. Fraktal qrafika ilə iş zamanı kompüterin yaddaşında heç bir obyekt saxlanmır. Nəyə görə? Çünki burada təsvirlər tənliklər üzərində və ya tənliklər sistemi üzərində qurulur. Ona görə. Və əsasən harda istifadə olunur? Ekran qoruyucuları hazırlayanda və yaxud əyləncəli oyunlar hazırlayanda, bax belə mozaikalar hazırlayanda istifadə olunur. O fraktal haqqında sənə lazım olan bütün məlumatlar burada qeyd olunub, geninə bolunan. Bir dənə fraktal qrafikanın hansı nümunələri var, o məsələ qalıb. Onu da inşallah birazdan mən bildirəcəm sizin üçün. Davam edirik. Sonuncu qrafikamız isə 3D qrafikadır. Bilirsiniz ki, bizim 2D təsvirlərimiz sadəcə eni və uzunluğu olan təsvirlərdir. 3D isə fəza fiqurları sayılır. Yəni burada o təsvirin eni və uzunluğu ilə yanaşı həm də hündürlüyü nəzərə alınır. Və sonradan biz o təsviri 360 dərəcə fırladaraq baxa bilirik. Burada aşağıda 2 dənə nümunə də yerləşdirmişəm. Gördüyünüz kimi belə bir nümunə və belə bir nümunə. 3 ölçülü təsvirlərin yaradılması hansı mərhələləri keçir? Baxaq. 3 ölçülü təsvirlərin yaradılması üçün bir neçə mərhələ var. Birinci mərhələ 3D modelləşdirmədir. Bu mərhələdə obyektin forması yaradılır, yəni bir növ maketi yaradılır. Ondan sonra tərtibat və animasiyadır, layout and animation. Bu bölmədə isə o təsvirlərin bir-birinə nəzərən yerləşməsi, hansının qabağındadır, hansı arxadadır, hansı kölgəyə düşür, hansı gün tərəfə düşür. Bu tip şeylər, yəni bir-birinə nəzərən yerləşməsi və obyektlərin hərəkəti təsvir olunur. Üçüncü də renderingi, bayaq dediyimiz vizuallaşdırmadır. Bu sonuncu mərhələdə obyektin yekun obrazı yaradılır. Bu da testə düşə bilər, çünki Dimin kitabında xüsusi qeyd olunur. Davam edirik qrafik redaktorlarla. Burada baxın, raster redaktorlar var, vektor, fraktal, 3D bir də vektorizatorlar. Baxın, kömək məqsədilə sizə deyim. Əgər redaktorun adında Paint sözü varsa, düşünmədən deyə bilərsən ki, bu rasterdir. Məsələn, Paint, Adobe Photo Paint, Coral Photo Paint, Coral Painter, Pixel Paint Pro, Photo Styler, Adobe Photoshop, Picture Publisher və s. Bu qədər kitabda qeyd olunur, mən artıqına getmədim. Vektorda axırında Illustrator varsa 100% vektordur. Adobe Illustrator, Coral Photo Illustrator. Macromedia Freehand, Coral Draw və World Picture. Baxın, içərisində Picture və yaxud da buna oxşar image-ə aid sözlər varsa da yenə də rasterdir. Sadəcə burada bir istisna var. Tələbə deyir ki, mənim dediniz şəkillə bağlı olan şey də rasterdir. Amma burada bir World Picture var. Onu da deyirəm, yadda saxlamaq asan olar ki, vektor V ilə başlayır. Burada elə bir ki, 2 dənə yanbayan V var W-da. Yəni bu artıq sənə bildirir ki, mən 100% vektoram. Aydındır. Qalan yerin içində picture varsa, Picture Publisher kimi, foto məsələn ifadəsi deyir ki, bu rasterdir. İndi təbii ki, müxtəlif başqa üsullarla da öyrənib əzbərləyə bilərsən. Mən belə bir üsulu üstün tutaram. Fraktal qrafika. Burada ultra fraktal, Fraktal Explorer. Bu aydın məsələdir ki, fraktal olacaq da, düzdür? Amma qalan 4 proqramı əzbər bilməlisən. Art Doubler, House Pro, Apoapsis, Mystica. Ki, Mystica fraktalla 3D-nin həm sərhəddindədir, həm də biraz sənin səbrinin sərhəddində olur. Nəyə görə? Çünki bu Maya sözünə oxşuyur. Hansı ki, Maya 3D-dir. Fraktal isə Mysticadır. Diqqətli olmaq lazımdır. Network Light Wave, Softimage XSE, ZBrush, Blender. O birisləri səsləndirməyə ehtiyac yoxdur. Çünki yanında 3D, 4D ifadələri var ki, bu da bizim işimizi asanlaşdırır. Vektorizatorlar 2 dənədir, bayaq da dedik. Adobe Streamline və Coral Trace nümunə ola bilər. Davam edirik növbəti qrafik faylların tiplərini. Genişləndirməsindən bilməlisən ki, bu rasterdir, yoxsa vektordur. Məsələn, BMP və PNG, Paint-də istifadə olunur. Snipping Tools proqramı var, orada da istifadə olunur. Və kiçik ölçülü bir qrafik raster fayl genişlənməsidir.
PCX var bizdə skan olmuş faylın genişlənməsidir. GIF, TIFF, PSDD-in ən sevdiyi genişlənmə testlərdə tez-tez görürəm. Photoshop'un genişlənməyi Paint-in dedik və GIF sıxlaşdırılmış JPEG faylı. Eyni zamanda vektor faylların genişlənməsini bilməliyik. CorelDRAW, Macromedia Freehand, F5, F7, Adobe Illustrator, Windows Metafile, DXF AutoCAD-ın genişləmələrindən biri, CGM, Computer Graphics Metafile, da logolarda istifadə olunur. Eyni zamanda EPS, Encapsulated PostScript file, yenə logo fayllarından istifadə olunur. Çünki vektor əsasən axı logolarda və animasiyalı şəkillərdə istifadə olunur bu mənada. Keçirik indi. Burada aşağıda bir qeyd eləmişəm. İnternetdə ən çox yayılmış fayl formatları hansılardır? JPG və GIF-dir. Hansı fayl formatı sıxılmır? Bu da TIFF-dir. TIFF sıxılmayan fayl formatıdır. İlk range modelləri ilə. Deməli dostlar, RGB model var bizdə. Əsasən testdə qabağımıza çıxacaq və SMYK modeldir. Qalan modelləri danışmışıq öncədən. Yadınıza gəlirsə, lap əvvəlki dərsimizdə mən bunu model formasında sizə vermişdim. True Color, təhlükəsiz palitra, HSP, monoxrom palitra. Bunları hər birini ayrıca vermişdim. Yəni bunların adlarını bilməyiniz və yüngül buradakı məlumatları bilməyiniz bəsdir. Amma RGB ilə SMYK belə deyil. RGB ilə SMYK-da sən biraz bəzi şeyləri fərqli formada bilməlisən. Bunlar da nələrdir? Məsələn, RGB model aşkar və additiv modeldir. Aşkar o mənadadır ki, rənglərin bir-birinə sintez olunmasından yaranır. Additiv o mənadadır ki, bütün rənglər qara rəngə əlavə olunur. İndi rənglərin kodlarını hamı əzbərdən bilməlidir. Red, qırmızı rəng. Yaxın bura, sizin üçün üstündən də qeyd edəcəm, kodlarını da yazacağım. Red qırmızı rəngdir və kodu belədir. Onluq kodu bu formadadır. 255.0.0 255, yəni ən yuxarı 0-dan 255-ə qədər nəzərət olur. Yəni bu 255 qırmızının tam tünd qırmızı versiyasıdır da. 250 olsa biraz belə ağımtıl qırmızı olur. Sonra bu da onun 16-lıq kodudur. FF0000. FF də 255 onluq ədədinin 16-lığı keçməsidir. Yəni burada astronomik bir şey yoxdur. Niyə görə? Məsələn, bizim 6 dənə bölməmiz, 6 deməyə 3 dənə bölməmiz var. Bu birinci bölmə, bu ikinci bölmə, bu da üçüncü bölmə, düzdür? Bu birinci, bu ikinci, bu üçüncü bölmə. Nə üçün qırmızı rəng? Qırmızı rəng əvvəlində FF olub. Niyə ortasında FF olmayıb, axırında FF olmayıb məsələn? Məntiqini tuta bilirsiniz. Çünki bu modeldə R ilə başlayır. Tuta bilirsiniz məntiqi? Deməli, əvvəlində FF varsa, deməli bu R hərfini bildirər. Yəni qırmızı rəng. İndi green. Bu məntiqlə fikirləşəndə onluq kodda nə olmalıdır? 0.255.0. Bir dənə də ox çəkirik. 16-lığa yazası olsaq 00 FF 00. Bu da bunun məntiqi. Bir də blue. Blue da birisi də göy rəngdir. Bu məntiqlə 0.0.255. 16-lıq kodu 0000 FF. Ağ rəngin kodunu yazıram və qara rəngin kodunu bilmək lazımdır. Ağ və qaranın kodunu. Ağın kodu belədir. Hamısı FF olanda ağ rəng olur. FF, FF, FF. Yəni bütün rəngləri bir-birinin üstünə töksən ağ alarsan. Qara da əksinə. Hamısı 0 olsa onda qara rəngi alarsan. Bax bu yazdığımı hər kəs əzbərdən bilməlidir. Çünki SMYK modelində bunun onluq kodunu yazmadım. Bunu bir Y dəyişikliyi oldu. 255.255.255. Bu da qara da 0.0.0. Bunu istəsəniz özünüz də təcrübə eləyə bilərsiniz. Məsələn, istəyirsiniz təcrübə eləyə bilərik. Baxın belə eləyək. Bir dənə bura fiqur əlavə eləyirəm. Bax buranı enter düyməsindən sıxıram buradan. Bir dənə fiqur əlavə eləyirəm sizin üçün. Shape fiqurlar, bir dənə də belə fiqur əlavə eləyirəm, görürsünüz. İndi lap 3 dənə fiqur eləyək. 1, 2, 3. RGB olsun da. Məsələn, bunun kodunu verək 255, yəni FF. Bunun üçün nə edəcəksən? Gəlirsən Home-a, Shape filə girirsən. Orada deməli More Fill Colors düyməsi var. Ora daxil olursan. Oradan burada hexadecimal da, yəni hexadecimal 16-lıq deməkdir. Diyez məsələn. Bunu da onluqda yazmaq istəsən, götürüb buradan yazırsan. Məsələn 255
nöqtə 0 nöqtə 0. Belə yazırsan. Ya əgər istəsən 16-lığı elə bir dəfəlik 10 da yaza bilərsən. Çünki o avtomatik gəldi çıxdı. Görürsünüzmü? İndi yaxınlaşdırın biraz. Və bu bölmədir. İndi mən OK düyməsini sıxandan sonra o qırmızı rəng gəlib tətbiq olunacaq. Görürsünüzmü? Məsələn, birdən mən 255 yox, 250 seçsəm, onda nə olar? Məsələn, bunu 250 eləyim ki, mən müqayisə eləyə biləsiniz də. Yenə girirsən more fill colorsa, buradan edirəm 250.0.0. Şey versən, bu dəfə çox uzaqdan seçilməsə də, yaxından baxanda hiss edə bilirsən ki, biraz daha tünd qırmızıdır. Bu daha açıq qırmızıdır. Lap 150 eləyək, lap belə tuta biləsən söhbəti. Məsələn, 250 eləməyə eləyək 180. 180 eləsək daha tuta bilərsən ki. Bu o qırmızı deyil. Biraz belə qaraya oxşayan qırmızıdır. Deyirlər bardobu. Aydın oldu. Yəni indi o birisi rəngləri də qoyum, tutasınız söhbəti. Bu qırmızıdır. O biri yaşıl idi də bizdən. Yaşılı da gətirək qoyaq bura. More fill color. Yaşıl necə idi? 0 255 0 0 0 FF 0 0 görürsünüz? Bu da yaşıl. Bu da ki göydür. Onu da gəlin qeyd eləyək. Özünüzünü göstərəm ki, gələcəkdə özünüz də eləyə biləsiniz bunu. 0.0.255. İndi də bunu görə bilərsiniz. Bu RGB rəngdir. Gördüyünüz kimi. Bütün qalan rənglər hamısı bunlardan yaranır. Bu formada. İndi davam edirik. RGB-də başqa nəyi bilməliyik? Başqa deyəsi bir şey qaldı mı? Yox. Qalan da indi nədən bildiyimiz gibi də təkrar edirəm sizin üçün. RGB modelində qırmızı, yaşıl və göy rəngin hər birinin 256 dənə çaları olduğu üçün 0-dan 255-də daxil olmaq şərti ilə ümumilikdə 224 dənə çaları olur. Bu da o deməkdir ki, bu rəng modelində bir rəngin həcmi 24 bitdir ya da 3 byte təşkil edir. Bu RGB barəsində bilməli olduğumuz son məqam idi. İndi RGB-dən yaranır SMYK modeli. SMYK modeli isə ya da SMUK da deyə bilərsən, belə də adlandırırlar. SMYK modelində vəziyyət nərdədir? Bu model subtraktiv rəng modelidir. Yəni burada bütün rəng çalarları 4 əsas rəngin üst-üstə çap olunması nəticəsində alınır. Və SMYK modelini bəzən subtraktiv həm də ona görə adlandırırlar ki, bütün rənglər ağ rəngdən çıxma vasitəsilə alınır. Bütün rənglər ağdan çıxma vasitəsi. Subtrakt axı çıxmadır o mənada. Və burada 4 dənə fərqli rəng olduğu üçün bu dəfə 2 üstü 8-i 4 dəfə bir-birinə vuracağıq. Və beləliklə 2 üstü 32 alınacaq ki, bu da bir rəngimizi 32 bit verər və yaxud 4 byte verər. İndi bu birisi rənglər siyan, magenta, yellow, black. Black heç hamısı qaradır, bilirik bunu. Bu üç rəngi necə yadda saxlayım? Necə yadımda saxlayım ki, bu rəng hansı halda toplamadır, hansı halda çıxmadı? Bəs bunun kodu necə yadda saxlayım? Bax, bu anda mən sizə çox möhtəşəm bir düsturla kömək edəcəyəm. Bu da nədir? Düsturu göstərəm, baxın. Deməli, belə bir düsturdur, özünüz üçün də qeyd edir. Yazırsınız ki, RGB. Lap biraz böyük yazalım. Biraz böyük yazalım. RGB. Maksimum diqqətli olun. Altta yazırsınız SMY. Siyan rəng, bax bu rəngdir dostlar. Bu rəng deyərik buna. Siyan rəngdir. M magentadır. Səhrayı deyə bilərsən. Və bir də ki, yellow sarıdır da. Gördüyünüz kimi. Bu magentada biraz sıxıntılar var. Bəzən buna deyirlər bənövşəyi rəng. Bəzən deyirlər, nə bilim, al qırmızı. Belə ifadələr görə bilərsiniz. Dimin kitabında necə yazılıblarsa, mən PDF-i o formada göndərəcəm sizə. İndi biz dedik ki, siyan bu rəngdir, düzdür? Mən bunun həm kodunu, həm nə ilə nəyin toplanmasıdır, nə ilə nəyin çıxılmasıdır qısa müddətdə sənə öyrədəcəm. Amma bir şərtlə ki, sən RGB və bayaq dediyim white, black. Bu 5 rəngin kodunu əzbərdən biləsən. Bilməsən o vəziyyət tam alınmayacaq. Yarımçıq biləcəksən. Ona görə onları əzbərdən bil. Onlar da öyrənmək asandır. Məsələn, siyan rəngin tapılması üçün 2 variant var. Əgər toplama istəyirsənsə, onda üstündəki hərfin üstündən xətt çəkirsən, yəni siyanın üstündəki də R-nın üstündən. Qalan ikisini toplayırsan. Deməli, green, yaşıl. Yaşılın kodu necə idi bizdə? 00 FF 00. Plus, blue, göy. 0000 FF. Deməli, belə çıxır, nə olacaq? 00 FF FF. Bu bir üsul, toplama ilə öyrənmə üsulu.
İndi çıxma üsulunu deyəcəm sənə. Bu bir üsul idi. Toplama üsulu. Neydi bu? Yaşıl plus göy. Necə öyrəndim rahat? Siyahının üstündəki r-nı vurdum, qalan ikisini cəmlədim. İndi isə çıxma üsulu. Çıxma üsulunda da bu üsul bizim işimizə çox yarayır. Çıxmada isə əksinə. Biz bu ikisini nəzərə almırıq. Ağdan üstündəkini çıxırıq. Ağ rəngin kodu nədir bizdə? Ağın belədir də. FF, FF, FF. Çıx. Qırmızının kodu necədir? FF 00 00. Çıxmada yenə eyni kod alınacaq təbii ki. 00 FF FF. Aydın oldu? Görüncə rahatdır. Çıxma istəyirsənsə, həminin ədədindir, yəni hərfin deyə də, həmin hərfin üstündəkini ağdan çıxacaqsan. Yox, toplama istəyirsənsə, üstündəkini vurub qalan ikisini cəmləyəcəksən. İndi gəlin magenta üçün də bunu eləyək. Magenta üçün də bir dəfə göstərək. Daha yellow'u saxlayaram, özünüz evdə eləyərsiniz. Yəni bu üsulu bilən adam üçün heç bir əlavə əzbərə ehtiyac yox. Tək əzbər o dediyim əvvəlki rənglərin kodunu əzbərləməyin məcburiyyəti. Magentanı da göstərirəm, yellow'u da evdə özünüz üçün məşq eləyərsiniz. Yəni üsul budur, eyni formada gedir onsuz da. Deməli, magenta. Əgər toplama istəyirəmsə, üstündəkini vurub, qırmızı ilə toplayaram göyü. Qırmızının kodu necədir? FF 0000. Göyün kodu 0000 FF. Deməli, bunun kodu nədir? FF 00 FF. Toplama. Çıxma istəsəm nə edərəm? Çıxmaq istəsəm, bu R ilə G-ni nəzərə almaram. Bunları tullayaram bir kənara və ağ rəngdən onun üstündə yazılanı, yəni green-i, yaşılı çıxaram. Bu formada çıxaram. Ağ rəngimiz necədir? FF, FF, FF. Çıx, yaşıl necədir? 00, FF, 00. Nəticə alarsan FF, 00, FF. Aydındır? Bu formada. Ya elə sarı rəngdə belə tapılır. Və onu hamısını eləmədim ki, onun üçün olsa evdə özünüz eləyəsiniz. Yəni bu qaydanı bilən adam üçün ehtiyac deyil ki, otursun əzbərləsin ki, məsələn, bu rəng nə ilə nəyin cəmidir, yaxud nədən nəyin çıxılmasıdır. Onu özü bilir. Aydındır? Bu formada möhtəşəm bir detal idi danışdıq. Bütün dediklərimi burada bir dəfə də qeyd eləmişəm cədvəldə. Hansı rəngin kodu nədir? Bu formada görürsünüz, qeyd olunub. Həm 16-lıq, həm də 10-luq kodları. Burada rəng modellərini keçmişdik. Yenə də onlara yüngül var. Göz gəzdirərsiniz. True Color, Tertius Spider. Dərsin sonunda o qrafik, audio, video məsələləri keçmişdik axı. Onu da bir dəfə ayrıca göndərərəm sizə. Daha təkrar çəkmirəm. Çünki keçmişik onu bir dəfə. Bir dəfə də ona da baxarsınız bundan bir yerdə. Çünki bunun ev tapşırığında həm də qrafik, audio, video məsələlərlə bağlı da testlər olacaq təbii ki. Sonda da nə var? Burada Paint barəsində biraz danışacağım sizin üçün. Paint proqramı standart proqramlardan biridir və proqramı açmaq üçün hansı üsullardan istifadə eləmək olar? Bunun üçün ya sən Start menyusundan bu siyahıya gedərsən, oradan Azərbaycan dilində mən regionu Azərbaycan elədiyim üçün adını dəyişib boyama qoyublar. Amma ingiliscə Paint. Hərflərdən tapa bilərsən, yaxud da Windows düyməsindən R hərfini sıxıb, açılmış bax bu menyudan sən MS Paint yazarsan, belə bir kod var. MS Paint, MS Paint belə yazırsan. Enter düyməsini sıxırsan və bir dənə Paint sənədi açılır. Gördüyünüz kimi açılmış bu sənəd, bu pəncərə deyək. Mən biraz onu tündü açıq rəngə gətirim. Açıq yaxşıdır. Belə rahat olar başa düşmək. Pəncərə elementləri haqqında biraz sizin üçün danışmaq istəyirəm. Bir dənə başqa mətn gətirək. Başqa mətn deyəm, başqa bir şəkil əlavə eləyək. Öyrəşmişəm mətn deməyə. Məsələn, başqa bir şəkil gətirdik və indi şəkil gələndən sonra danışmaq olar. Baxın, ilk öncə yadda saxlayırsınız ki, miqyas minimum 15%-dən maksimum 800%-ə qədərdir. 15%-dən 800%-ə qədər olur. Sistem tərəfindən verilən standart ad untitled ingilis dilindədir, Azərbaycan dilində adsızdır. Pəncərəni yavaş-yavaş sizin üçün danışım. Burada xəttkeş var, təbii ki, soldan və sağdan belə xəttkeşlər görə bilirsən. Vəziyyət sətrinlərine görürsən, o gördüyümüz şəklin fiziki ölçüləri, nə qədər pikseldir, eni və uzunluğunu göstərir. Bu düyməni sıxarsansa, sən pəncərəyə sığışdırarsan, məsəl üçün belə çox yaxınlaşdırmırsan, tənbəllik eləyirsən, dala qaytarma, bir də bu düyməni basırsan, yazıya PowerPoint-də də var idi sağ aşağı küncdə. Fit to window eyni düymədir.
Əlavə olaraq burada nə var? Məsələn, köhnə Paint-də, yəni Windows 10-da, 7-də olan Paint-də tablar vardı. Home, View filan. Burada yoxdur. Burada bir dənə alət paneli veriblər lent tabları əvəzinə. Alət panelində nə edə bilərsən? Fayl menyusundan yeni nə ola bilər? Cari qalmaq şərti ilə yeni bir boş ağ Paint aç pəncərəsin. Aç nədir? Bu sənəd qal, bu şəkil qalmaq şərti ilə başqa bir şəkli gətir burada aç. Canvas-a daxil edin. Bu da eynidir. Başqa bir fayl yerdən gətirib daxil etmək üçündür şəkil. Son açılanların siyahısına baxmaq üçündür. Saxla Ctrl+S yadda saxla. Fərqli saxla F12 düyməsi iləndir. Buradan bir məsələ var sizə demək istəyirəm. Özünüz üçün də qeyd eləyərsiniz. MS Paint hansı genişləmələri dəstəkləyir? Baxın, mən bunu kəsirəm bu dəqiqə buradan. Bu həddindən artıq çox önəmli məsələdir. Məsələn, Paint-in standart genişlənməsi PNG-dir. Standartı PNG-dir. Amma Dövlət İmtahan Mərkəzi mən çox az hallarda görmüşəm ki, qəbulda PNG-ni götürsün. Düzdür, sual o olmur ki, standart halda hansıdır, amma cavabda həmişə BMP olur. Yəni ağlınızda olsun ki, saxlama tiplərinin əsası PNG olsa da, tim çox vaxt BMP-ni verir. BMP də, DIB-də, JPG-də, JPEG-də, GIF-də, GIF-də, HEIC-də, HIF-də və Paint-də Paint-in genişləmələrindən biridir. Yəni, bir neçəsi də onlardan biridir. Və bunları mütləq şəkildə bilmək lazımdır, əzbərdən bilmək lazımdır. Paint-la bağlı düşəsi suallardan biri bu ola bilər. İndiyə qədər düşməyib, amma hər şey ola bilər. Başqa layihə kimi saxladır, sonraki zaman üstünə davamını düzəliş eləmək istəsən, əgər bu variantda yadda saxlayarsan, çapdır. Burada çap edə bilərsən birbaşa, yaxud çap etməmişdən qabaq səhifə parametrlərini nizamlaya bilərsən. Məsələn, kağızın istiqamətini dəyişmək olar. Məsələn, portret albomdur. Soldan sağdan, yuxarıdan aşağıdan boşluq məsafəsini təyin etmək olar. Mərkəzləşdirmək mümkündür. Üfüqi və şaquli olaraq mərkəzləşdirə bilərsən, əgər balaca şəkildirsə. Miqyasını təyin edə bilərsən, vərəqin miqyasına uyğun formada, bu formada və hansı səhifəyə, məsələn, A4 ölçü istəyirsən, A3, A5, həmin o səhifənin ölçüsünü də buradan təyin edə bilərsən. Başqa çapda deyəsi bir şey qaldı mı? Heç nə, burada çap ön baxışı var. Yəni çapda əgər bu formada çapa versən, belə görsənər. Bunu bildirmək istəyir, çap ön baxışıdır. Çıxdakı bağlamaq üçündür. Bundan əlavə belə bir şey də var. İş masası fonu kimi qurun. Bu dəqiqə bu şəkil üçün bunu bizə təklif eləmir, bilməm nəyə görə. Şəkli seçməmişdim ona görə. Bu şəkli ekranın arxa planına yerləşdirmək olar. Windows-da ekran şəkli eləmək olar. Burada təsvirin xüsusiyyətlərinə baxarsan, svojstva, yəni nə qədərdir, eni, uzunluğu falan, bunları göstərmək üçündür. Çıx da proqramdan çıxmaq üçündür. Sonra bizə belə bir pəncərə təklif olunub. Bu pəncərədə nə etmək olar? Məsələn, seçim bölməsindən biz məsələn düzbucaqlı və yaxud sərbəst forma seçimini seçə bilərik. Məsələn, düzbucaqlı ilə seçirəm bu hissəni və həmin bu seçdiyim hissəni cropla qırpıb götürə bilərəm. Görürsünüz? Və yaxud arxa planı təmizləmə, fonu sil deyilən bir düymə var. İndi arxa planı təmizləyir, görürsünüz, belə bir forma bizə təklif olunur. Fırlatmaqdır müəyyən istiqamətlər üzrə və bu da güzgü əksi formasında, şaquli və üfüqi güzgü əksini verməkdir. Bu düymə nə üçündür? Ölçünü dəyişmək üçündür. Şəklin enində və uzunluğunda olan piksellərin ölçüsünü dəyişmişəm. Mən burada yazıram. Piksellə qoyaq, faizlə qoymayaq. Məsələn, 2000 qoyacam bura üfüqiyə. 2000 məsələn 48. Avtomatik şaquli də ona uyğunlaşır və gördüyün kimi şəklin ölçüsü biraz daha böyüyür. Əlavə olaraq alətlər bölməsində nə etmək olar? Məsələn, karandaşla üstündən qeyd aparmaq olar. Yeri gəlmişkən karandaşın qalınlığını buradan təyin edə bilərsən formada. Bu da onun şəffaflığıdır. Yəni daha şəffaf yazsındır. Biraz yaxınlaşdırım qoy, rahat görə bilərsiniz. Bu karandaşın şəffaflığıdır. Biraz tünd da açıq elə bilərsən. Bu da onun qalınlığıdır. O qələmin qalınlığıdır. Pozanımız var burada. Pozanla silə bilərik. Eyni zamanda pozanın ölçüsünü böyütmək istəsən, Ctrl düyməsi ilə plus düyməsini eyni anda basılı saxlamalısan. Bu zaman pozanın ölçüsü böyüyür. Hətta pozanın ölçüsünü belə yox, sırf bu ekranda gördüyünüz sürüngəcin köməkliyi ilə də böyüdə bilərsiniz. Bu formada pozanın ölçüsünü böyütmək də mümkündür. Əlavə burada belə bir düymə var, doldurucu. Kvadratik təsvirlər çəkərkən həmin kvadratik təsvirlərin içini doldurmaq üçündür. Əgər təsvirlər kvadratik deyəndə həndəsi təsvirlər deyək də. Həndəsi təsvirlər varsa, tutaq ki, belə bir həndəsi təsvir varsa, bu həndəsi təsvirin içini doldurmaq üçündür müəyyən boya ilə.
Bundan əlavə pipetka var bizdə. Pipetka nə üçündür? Məsələn, rəng seçimidir. Başqa bir yerdən hansısa bir rəng görmüsən, xoşuna gəlib, amma səndə paletrada yoxdur. Onu seçib istədiyin yerə tətbiq edə bilərsən məsələn. Bu yazı yazmaq üçündür üstündən. Məsələn, ola bilər ki, üstündən yazı yazmaq könlündən keçər. Burada yaxınlaşdırıram və buradan istədiyim yazını qeyd edə bilərəm. Təbii ki, yazının rəngini də özüm təyin edə bilərəm fərqli formada. Əlavə olaraq da fırçalar var çəkmək üçün. Burada cürbəcür fırça nümunələri var. Seçib fırçanın biraz qalınlığını artıraram, biraz şəffaflığını azaldaram və istədiyim təsvirləri çəkərəm. Gördüyünüz kimi burada fırça, cürbəcür yəni rəngli karandaş, boyama fırçası, təbii karandaş kimi cürbəcür belə fırça nümunələri var. Bundan əlavə fiqurlar əlavə etmək olar. Məsələn, hansı fiqurları əlavə etmək olar? Burada gördüyünüz kimi xətt var, əyri xətt var, oval, düzbucaqlı, dəyirmiləşmiş düzbucaqlı belə bir qəşəng ad qoyublar ona, dəyirmiləşmiş və cürbəcür. Burada gördüyünüz kimi fiqurlar var, ürək var, ildırım var. Belə fiqurlar var yenə. Oval formalı haşiyə, bulud formalı haşiyə. Bunlardır. Bundan əlavə də burada rənglər var. Rəngləri təyin eləmək olar. Fiqur daxil eləyəndə onun bizə tərəf olan xarici və yaxud daxili rəngini buradan təyin eləmək olar. Əgər bu rənglər sənə bəs eləməsə, burada paletradan girib başqa rənglərdə seçmək olar. Bu kapilotdur. Bu kapilotun köməkliyi ilə şəkil yarada bilərsən. Süni intellektin köməkliyi ilə təbii ki. Və yaxud da kapilot sənə kömək edə bilər ki, arxa planı özü təmizləsin, fonu özü doldursun. Bunları hər birindən nümunə göstərə bilərəm. Vaxt itkisi ona görə getmir. Lazım deyil. Bir də laylar var burada. Birdən çox şəkil əlavə eləyəndə onların hansısa biri arxa planda olsun, hansısa öndə olsun. Yəni iç-içə yerləşə bilmək kimi də bir imkanımız var. Yəni, bu dizayndan başa çıxanlar bilirlər bunu. Redaktör yerində nə var? Kəsmək, köçürmək, yapışdırmaq. Görünüşdə də burada miqyas sürüngəcidir. Dedik 15%-dən 8% arasında dəyişir. Xəttkeşləri göstərib göstərməmək olar. Məsələn, xəttkeşləri yığışdırdım mən hal-hazırda. Tor xəttlərini gizlədib göstərmək olar. Aşağıda vəziyyət sətri var. Bax bu hissə. Bura vəziyyət sətri deyirlər aşağıda. Onu göstərməyə bilərsən. Yəni görüntü kirliliyi yaradırsa. Tam ekranda göstər. Gördüyünüz kimi belə tam ekranda göstərə bilirəm. Və son olaraq rəsmcik, yəni lap belə kiçik ölçüdə formada göstər onu. Başqa da burada Paint-də deyəsi bir şey yoxdur. Sağ tərəfdə yeniliklərdən xəbərdar ola bilərsən. Bu düymə hesabını göstərir ki, hansı hesabla daxil olmusan. Bu düymədə parametrlər tünd və yaxud açıq temaya keçmək üçün nəzərdə tutulmuşdur. Bu Paint haqqındadır. Amma bütün dediklərimi dərsin sonunda əlavə edəcəm. Hələ ki, fayl menüsünü bayaq hazırladım, vaxtım var idi. Qalanını da inşallah düzəldərəm, qaydasına qoyaram hər birini xırdalığına qədər qeyd eləyərəm lazım olan şeyləri. Bu bizim kompüter qrafikası mövzumuzdur. Dediyim kimi bunun məsələ hissəsi də var. Onu ayrı bir videodadır. Mən dayandırıram. Ola bilər suallarınız olar, onlara da baxarıq.